Allah yolunda yoxsula əl tutmaq gözəldir, bəyəniləndir. Amma sən birdən o əməli edə qarşı tərəfə sərki vermiş olsan, onu aşağılamış olsan, minnət vurmuş olsan və yaxud göstərici üçün olsa, misal olaraq desinlər bu səxavətli adamdır. Allah üçün yox, şan, şöhrət, ətraf, cəmiyyət sənə o cür baxsın deyə. Bax, niyyətin o xarablığı sənin o gözəl əməli də neyniyir? Puç edir. Allah Teala buyurur: وَلَا تُبْتِلُوا صَدَقَاتِكُمْ بِالْمَنِّ وَالْأَذَى. Verdiyiniz sədəqələri qarşı tərəfə minnət vurmaqla, minnət qoymaqla, onlara əziyyət etməklə heç etməyin, puç etməyin. Zaten bu əməli eləyirsən də, niyyəti düzəlt, o əməli də gözəlləşdir.